Studiyamızdakı bu nəsnələr də boşuna deyil, amma əlbəttə insanın həqiqətləri görməsi, daha sonra dərk eləməsi üçün yol gözdən keçir. Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli şəhər xəstəxanasında yaradılmış yeni göz mərkəzinin açılışı da buna xidmət edəcək. İnsanlara dünyanı gözəl göstərmək, ümumiyyətlə göstərmək və sağlam göstərmək. Mərkəz Sumqayıt şəhərlə yanaşı Abşeron, Xızı regionu üzrə əhaliyə geniş spektrdə oftalmoloji xidmətlər təqdim edəcək. Burada 12 həkim olmaqla ümumilikdə 35 nəfər tibb və qeyri-tibb işçi vətəndaşlara ambulator və stasionar xidmətlər göstərəcək. Mərkəzdə quraşdırılan angiografiya sistemi retina damar patologiyalarının erkən aşkarlanması və dəqiq qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı mərkəzdə yüksək dəqiqlikli deməli faki emulsifikasiya, cərrahiyyə sistemləri və müasir əməliyyat mikroskopları da uğraşdırılır. Bəli, əziz tamaşaçılar, bizim də Leyla xanımı görəcək və eşidəcək göz mərkəzinin rəhbərini və birisiz nə maraqlıdır və eyni zamanda da mənim bir jurnalist olaraq diqqətimi cəlb elədi. Adətən mərkəzlər açılanda və xüsusilə indi belə kabinetlər hansılar ki lazımdır. Çünki 10 minlərlə vətəndaş şəhərin mərkəzinə bu sıxlıqda, tıxacda, metroda və s. əziyyətlə gedib gəlirdi. Onların uşaqları da var idi və artıq yəni bir addımlığındadır. Bu təqdirə layiqdir. Digər tərəfdən də yəni fikir ver ki, Mehman icra hakimiyyətinin rəhbəri də özü oturub gözünü yoxlatdırır. Yəni bəli, sadələ budur, bəli. Və eyni zamanda da elə digər şəxslərdən təbibin icraçı direktor vəzifəsini yerinə yetirən bəli şəxslər və əlbəttə ki bu ilk növbədə yəni biz özümüz də yoxlamışıq, keçmişik və əlbəttə bütün sakinlər üçün də açıqdır. Bəli. İndi artıq təkcə Bakı deyil, Sumqayıt da Azərbaycanın gözüdür. Xızı da. Gözüdür. Bəli, o mənada bəli, Xızıdan da bəli gələcək. Yavaş-yavaş olacaq, hər biri olacaq. İndiyək, baxaq. Mərkəzin içində rotasiya olunub, bütün xidmətlərdən icbari tibbi sığortaya daxil olan xidmətlər zərfində daxil olan bütün xidmətlərdən tam ödənişsiz halda yararlanacaq. Əməliyyatxanamız 2 dəfə böyüdüldü və eyni anda 50-yə yaxın cərrahi əməliyyat keçirmək imkanı yaradıldı. Göz dairəkli inyeksiyalar, lazer arqonlar, yağ lazerlər və OCT-lər, hər şey bu mərkəzdə vəhdət təşkil edərək əhalinin xidmətinə verildi.